Salam everyone, welcome back to Learn Azerbaijan today. In today's episode, I will talk about phrasal nouns. But before we get started, I want to mention our one-on-one Azerbaijan lessons. If you're interested in personalized language instruction, please check out the first link in the description below to apply and see if our lessons are the right fit for you. Let's get started. First one is geri dönmek. Geri dönmek. Geri dönmek. Geri dönmek. Geri dönmek. Geri dönmek means return or come back. Return or come back. Geri dönmek. Return or come back. For example, onun geri dönüşü hamını təəccübləndirdi. Onun geri dönüşü hamını təəccübləndirdi. Onun geri dönüşü hamını təəccübləndirdi. Təəccübləndirdi means he's come back surprised everyone. He's come back surprised everyone. Onun geri dönüşü hamını təəccübləndirdi means he's come back surprised everyone. Əlaqə qurmaq. Əlaqə qurmaq. Əlaqə qurmaq. Əlaqə qurmaq. Əlaqə qurmaq. Means contact, communication, contact. For example, bizim əlaqəmiz bir neçə ay əvvəl kəsildi. Bizim əlaqəmiz bir neçə ay əvvəl kəsildi. Bizim əlaqəmiz bir neçə ay əvvəl kəsildi. It means our connect was lost a few months ago. Our connect was lost a few months ago. Müdaxilə etmək. Müdaxilə etmək. Müdaxilə etmək. Müdaxilə etmək or just müdaxilə means intervention. Intervention. For example, onun müdaxiləsi vəziyyəti daha da pisləşdirdi. Onun müdaxiləsi vəziyyəti daha da pisləşdirdi. Onun müdaxiləsi vəziyyəti daha da pisləşdirdi. Means his intervention made the situation worse. His intervention made the situation worse. Onun müdaxiləsi vəziyyəti daha da pisləşdirdi. Müraciət etmək. Müraciət etmək. Müraciət etmək. Müraciət etmək. Müraciət etmək. Request or application. Application or request. For example, o üniversitetə müraciət edib. O üniversitetə müraciət edib. O üniversitetə müraciət edib. O üniversitetə müraciət edib. It means he has applied to the university. He has applied to the university. O üniversitetə müraciət edib. Təklif vermək. Təklif vermək. Təklif vermək or just təklif means offer, suggestion. Offer or suggestion. Təklif vermək or təklif. For example, sənin təklifin çox maraqlı idi. Sənin təklifin çox maraqlı idi. Sənin təklifin çox maraqlı idi. It means your suggestion was very interesting. Your suggestion was very interesting. Sənin təklifin çox maraqlı idi. Dəstək olmaq. Dəstək olmaq. Dəstək olmaq. Dəstək olmaq. Or just dəstək means support. 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 Dəstək olmaq. Dəstək. For example, mənim üçün göstərdiyin dəstəyə görə təşəkkür edirəm. Mənim üçün göstərdiyin dəstəyə görə çox təşəkkür edirəm. Mənim üçün göstərdiyin dəstəyə görə çox təşəkkür edirəm. It means thank you for the support you gave me. Thank you for the support you gave me. Thank you for the support you gave me. Göstərdiyin dəstəyə görə çox təşəkkür edirəm. İzah etmək. İzah etmək. İzah etmək. İzah etmək or just izah means explanation. 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 For example, bu məsələ ilə bağlı izah istəyirəm. Bu məsələ ilə bağlı izah istəyirəm. Bu
məsələ ilə bağlı izah istəyirəm. Bu məsələ ilə bağlı izah istəyirəm. Means I want an explanation about this issue. I want an explanation about this issue. I want an explanation about this issue. Bu məsələ ilə bağlı izah istəyirəm. Burada izahat düz olsa məhsul edir. Bu məsələ ilə bağlı izah istəyirəm. I want an explanation about this issue. Həll etmək. Həll etmək. Həll etmək. Həll etmək. Həll etmək. Or just həll. Solution. 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 Həll etmək. Həll. For example, problemin həlli var. Bu problemin həlli var. Bu problemin həlli var. Bu problemin həlli var. There is a solution to this problem. There is a solution to this problem. There is a solution to this problem. Bu məsələnin həlli var. İcazə almaq. İcazə almaq. İcazə almaq. İcazə almaq. İcazə almaq or just icazə means permission. Permission. İcazə almaq. For example, giriş üçün icazə alınmalıdır. Giriş üçün icazə alınmalıdır. Girişi üçün icazə alınmalıdır. It means permission must be obtained for entry. Permission must be obtained for entry. Permission must be obtained for entry. And that's it. If you're interested in personalized language instruction, please check out the first link in description below to apply and see if our lessons are the right fit for you. Sağ olun. Görüşene dek, and don't forget to like, share and subscribe for more learning tips. Sağ olun. Görüşene dek.